5 avqust 2003-cü ildə Habertürk Ankara təmsilçisi Taki Doğan Heydər Əliyevin beyin ölümü keçirdiyini günorta xəbərlərində verdi. Taki Doğanın ordu ilə arası yaxşı idi. O vaxtlar Ali Hərbi Şura iclaslarını 1-4 avqust aralığında keçirirdi. Heydər Əliyevin həkimi general-mayor Ertan Dəmirdaş 4 avqustda pensiyaya çıxarıldıqdan sonra 5 avqustda Taki Doğana bu xəbəri vermişdi. Azadlıq Radiosu da məlum xəbəri türk jurnalistə istinadən axşam buraxılışında yaydı. Taki Doğan eyni gün axşam saatlarında dedi ki, bu gecə Əliyevin meyidini ölkəsinə aparıb orada elan edəcəklər. 5 avqust axşam Xarici İşlər Naziri Abdullah Gül də dedi ki, Heydər Əliyevin meyidi öz ölkəsinə aparılıb oradan elan ediləcək. Enerji Naziri Hilmi Gülər də təxminən eyni şey dedi. Elə həmin gün saat təxminən 22:30-dan başlayaraq NTV kanalı Heydər Əliyevin Gülhanə xəstəxanasından çıxarılaraq aeroporta aparıldığını canlı yayında göstərməyə başladı. Ancaq medianın bundan xəbər tutduğunu görən kimi konvoy Gülhanə xəstəxanasına geri qayıtdı. 6 avqust səhər saat 8-dən başlayaraq TRT2 kanalı Əsənboğa aeroportundan canlı yayıma başladı. Açıq görünürdü ki, Türk Hava Yollarının təyyarələri ən arxada olan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin önünü bağlayıb onu gizlətməyə çalışır. Bir müddətdən sonra Rus təyyarəsi uçub getdi. Bugünə qədər dolaşan məlumatlara görə Heydər Əliyev elə həmin təyyarə ilə Türkiyədən çıxarılıb. O zamandan rəsmi ölümü elan olunana qədər Heydər Əliyevin nə bir fotosu, nə bir videosu oldu. Həmin zaman başqa maraqlı hadisə də olmuşdu. Hepinize merhabalar diyorum. Evet, bugün önemli bir gün. 2 avqust 2003-cü ildə Star televiziyasının aparıcısı Can Ataklı Heydər Əliyevin Gülhanədəki müalicəsinə 150 milyon dollar xərcləndiyini dedi. Ertəsi gün Azərbaycanın baş konsulu İbrahim Nəboğlu Can Ataklının ana xəbər bülletinə çıxıb dedi ki, Heydər Əliyev elə bir adamdır ki, biz ona milyard dollar da xərcləsək azdır. Can Ataklı bu dialoq zamanı bir neçə dəfə baş konsul İbrahim Nəboğlunu təhqir etdi ki, sən Asiya kafalısın. Düz 3 ildən sonra 6-9 avqust 2006-cı ildə Hürriyyət qəzeti manşetdən 4 gün ard-arda baş konsul İbrahim Nəboğlunun nikahdan kənar əlaqədə olduğu bir vəkil qadını təhdid etməsini və qorxutmasını sənədlərlə manşetdən verdi. Düz 4 gün manşetdən. Mətbuat tarixində belə bir şey olmayıb. Nəhayət İlham Əliyev məcbur qalıb İbrahim Nəboğlunu işdən çıxardı.